Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. El-Bekara suresi 84. ayet. وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ. Hatırlayın o zaman ki biz sizden ahd peyman almıştık. Ahd almıştık ki birbirinizin kanını tökmeyin ve birbirinizi diyarından, yurdundan çıkartmayın. Sonra siz ise özünüz şahit ola ola bu ehdi təsdiqlədiniz. وَاذْكُرُوا يَا بَنِي İsrail. Ey Bəni İsrail, hatırlayın. حِينَ أَخَذْنَا عَلَيْكُمْ عَهْدًا مُؤَكَّدًا فِي التَّوْرَاتِ. O zaman ki biz sizden mühkem bir ehd almıştık Tevrat'ta. يُحَرِّمُ سَفْكَ بَعْضِكُمْ دَمَ بَعْضٍ. Nasıl ki bu ehdle birbirinizin kanını tökmek haram idi. Birbirinizi öldürmek ve birbirinizin kanını tökmek ise haram idi. وَاِخْرَاجَ بَعْضُكُمْ بَعْضًا مِنْ دِيَارِكُمْ. Ve birbirinizi öz diyarından, yaşadığı yerden çıkarmağın haram olması hakkında ehd almıştık. ثُمَّ اَعْتَرَفْتُمْ بِذَٰلِكِ. Sonra siz bunu itiraf ettiniz. وَاَنْتُمْ تَشْهَدُونَ عَلَى صِحَّةِ. Ve siz de bu ehdin doğru düzgün olmasına şahitlik edirdiniz. 85. ayet. ثُمَّ أَنْتُمْ هَؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْ. Sonra siz, yani siz Beni İsrail, siz Yahudiler hemen o keslersiniz ki ehd verdikten sonra birbirinizi öldürürdünüz ve sizden bir desteni öz yurdundan, öz diyarından çıkarırdınız. تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْاِثْمِ وَالْعُدْوَانِ. Ve onlara karşı günah ve düşmanlıkla birbirinize kömek edirdiniz. وَاِنْ يَأْتُوكُمْ اُسَارَ تُفَادُوهُمْ وَهُوْ مُحَرَّمٌ عَلَيْكُمْ اِخْرَاجُهُمْ. Ve size esir geldikte, esir tutulup sizin yanınıza gelende fidye ile onları azat edirdiniz. Halbuki onların yurtlarından, yaşadığı meskenlerinden çıkartmak size haram idi. اَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضِ. Yani siz kitabın bir hissesine iman getirip diğer hissesine küfür edirsiniz. فَمَا جَزَاءُ مَنْ يَفْعَلُ ذَٰلِكَ مِنْكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا. Sizden kim bunu ederse onun cezası yalnız dünyada rüsvayçılıktır. وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ. Kıyamet günü ise en şiddetli azaba düşer edilecekler. وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Allah sizin ettiklerinizden gafil değildir. ثُمَّ أَنْتُمْ يَا هَؤُلَاءِ يَقْتُلُ بَعْضُكُمْ بَعْضًا. Sonra siz ey Yahudiler birbirinizi öldürürdünüz. Yani dövüşte birbirinizi öldürürdünüz. وَيُخْرِجُ بَعْضُكُمْ بَعْضًا مِنْ دِيَارِهِمْ. Ve siz birbirinizi diyarından, yaşadığı yerden çıkarırdınız. وَيَتَقَوَّى كُلُّ فَرِيقٍ مِنْكُمْ عَلَى إِخْوَانِهِ بِالْعَدَاءِ بَغْيًا وَعُدْوَانًا. Ve sizden her bir deste de öz kardeşlerine karşı haddi aşmakla, düşmanlıkla birbirlerine kömek edirdiniz. Ve bu da Medine döneminde olur. Medine döneminde arasında onların, yani Evs ve Hazreç kabilesiyle Yahudilerin kabileleri mügavile bağlayır. Müttefiklik hakkında ve aralarında dövüş olanda her bir dəstə öz müttəfiqinə kömək edirdi. Və əsir tutulub gətiriləndə də Yahudilərdən kimsə əsir gətiriləndə onu azad edirdilər.
وَاِنْ يَأْتُوكُمْ مُسَارَ فِي يَدِ اَعْدَاءِ سَعَيْتُمْ فِي تَحْرِيرِهِمْ مِنَ الْأَسْرَى. Ve düşmanlarının ona düşman olan kəsin əliyle əsir tutulub gətirəndə siz o əsirləri azad etmək üçün səy edirdiniz fidyə verməklə. مَعَنَّهُ مُحَرَّمٌ عَلَيْكُمْ اِخْرَاجُهُمْ مِنْ دِيَارِهِمْ. Halbuki onların yaşadığı yerlerinden çıkarılması size haram idi. مَا أَقْبَحْ مَا تَفْعَلُونَ حِينَ تُؤْمِنُونَ بِبَعْضِ اَحْكَامِ التَّوْرَاتِ وَتَكْفُرُونَ بِبَعْضِهَا. Ve sizin ettiğiniz şey necə də çirkin, pis əməldir ki, o zaman ki siz Tevrat'ın bazı əhkamlarına iman getirirsiniz, bazılarına ise küfür edirsiniz. فَلَيْسَ جَزَاءُ مَنْ يَفْعَلُ ذَٰلِكَ مِنْكُمْ إِلَّا ظُلًّا وَفَضِحَةً فِي الدُّنْيَا. Ve sizden kim bunu edirse onun cezası dünyada iken zelillik, rüsvaçılıktır. وَيَوْمَ الْقِيَامَةِ يَرُدُّهُمُ اللّٰهُ اِلَى اَفْسَعِ الْعَذَابِ. Ve kıyamet günü oldukta ise Allah da onları en pis, en çirkin azaba giriftar edecektir. Ve o da cehennem odudur. وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Allah sizin ettiklerinizden gafil değildir. 86. ayet. اُولَٰئِكَ الَّذ۪ينَ اشْتَرَوُوا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ. Bunlar o keslerdir ki onlar dünya hayatını ahiretin karşılığında aldılar. Yani onlar dünya hayatını ahireti vererek satın alan kimselerdir. Ahiret mukabilinde dünyanı alan keslerdir bunlar. فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْصَرُونَ. Ve ona göre onların azabı yüngülleştirilmeyecek ve onlara kömek, yardım da olunmayacaktır. اُولَٰئِكَ هُمُ الَّذ۪ينَ آثَرَوْا الْحَيَاةَ الدُّنْيَا الْآخِرَةِ. Bunlar keslerdi ki dünya hayatını ahiretten üstün tuttular. فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابِ. Onların azabı yüngülleştirilmeyecektir. Onların azabı yüngülleştirilmeyecek. وَلَيْسَ لَهُمْ نَاصِرٌ يَنْصُرُهُمْ مِنْ عَذَابِ اللّٰهِ. Onlara kömekçi, yardımcı da olmayacak ki Allah'ın azabından onlara yardım etsin Allah'ın azabına karşı. Yahudiler dünya hayatını ahiretten üstün tuttular. Ve o zaman ki onlar ele anladılar ki eğer öz müttefiklerine yardım, kömek etmeseler onlar için bir rüsvayçılıktır, bir ardır, eyiptir. Ve ona göre de onlar cehennem odunu bu eyip ve ardan üstün bildiler. Ona göre Allah Teala buyurur ki onların azabı yüngülleştirilmeyecek. Onlar şiddetli azapta kalacaklar. Onlar için cehennem odunda hiçbir zaman rahatlık olmayacak. Ve onlara kömek, yardım eden de olmayacak ki onların azaptan biraz yüngüllük versin onlara. Onlara kömek eylesin. 87. ayet. وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِنْ بَعْدِهِ بِالرُّسُلِ. Biz Musa'ya kitap verdik. Ve ondan sonra ard ardına elçiler gönderdik. وَآتَيْنَا عِيسَى بْنَ مَرْيَمَ الْبَيِّنَاتِ. Ve biz Meryem oğlu İsa'ya açık aydın deliller verdik. وَاَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ. Ve biz onu mükaddes ruhla, yani Cebrail'le güçlendirdik. اَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَى أَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ. Yani her defa size elçi gönderildikte, yani sizin nefsi isteklerinize hoş olmayan, nefsinize uygun olmayan, isteklerinize uygun olmayan elçi size her defa gönderildikte ona karşı tekebbürlük gösterdiniz. Bazılarını yalan saydınız, tekzip ettiniz, yalancı hesap ettiniz ve bazılarını ise öldürürdünüz.
Bəzilərini yalançı hesab edirdiniz, bəzilərini isə öldürürdünüz. وَلَقَدْ أَعْطَيْنَا مُوسَى التَّوْرَاتِ Artıq biz Musa'ya Tevrat'ı verdik. وَاَتْبَعْنَاهُ بِرُسُلٍ مِنْ بَنِي İsrail Ve onun ardınca Benu İsrail'den elçileri ardına gönderdik. وَاَعْطَيْنَا عِيسَى بْنَ مَرْيَمَ الْمُعْجِزَاتِ الْوَاضِحَاتِ Ve biz de Meryem oğlu İsa'ya açık aydın deliller verdik. Açık aydın deliller, mucizeler verdik. Ve bu mucizeler de ölülerin dirildilmesi, palçıqdan kuş forması düzəldirək ona üfürməsi və o da açıq-aşkar bir quşa çevrilməsidir. Allahın izni ilə və həmçinin xəstələrə Allahın izni ilə şəfa verməsi və qeybdə olan, yəni insanların evlərində saxladıkları şeyləri xəbər verməsi, bunlar hamısı İsa Peyğəmbərə verilən möcüzələr idi. Və qavvaynahu bi Cibril aleyhisselamə biz onu Cəbrail aleyhisselamla gücləndirdik. Və bu ayədə keçən bir Ruhul Qudus Cəbrail mələkdir. Bəzi təfsirlərdə müxtəlif görüşlər var. Bəzilərində deyirlər ki imandır, bəzilərində deyirlər İncildir. Amma əksər müfəssirçilər, təfsirçilər deyirlər ki Cəbraildir və bunu da dəstəkləyən hədisdir Allah Resulü sallallahu aleyhi ve sellem'dən və deyir ki İnne ruhul qudus nəfətə fi rav'i həqiqətən ruhul qudus Cəbrail mələk qəlbimə üflədi və bildirdi ki ənəhu lən təmutə nəfsun hattə təstəkmilə rizqəhə və əcələhə heç bir nəfs ruzisini və əcəlini tam kamil etməmiş ölən deyildir. Fəttəqullahə Allah'tan qorxun, təqvalı olun, əmirləri yerinə yetirin, qadağanlardan çəkinin. Və əcmilu fit tələb və ruzi tələb etməkdə gözəl şəkildə tələb edin. Yəni Allah və Rasulunun bildirdiyinə uyğun şəkildə. 88-ci ayə Və qalu qulubuna gulf Və dedilər ki, bizim qəlbimizdə örtük, pərdə vardır. Bəl lə'anəhumullahu bi kufrihim Əksinə Allah onların küfrünə görə onları lənətlədi. Fəqalilən mə yu'minun Və onlar çox az iman gətirirlər. Və yaxud da onlardan iman gətirən olduqca azdır. Və qalə Bənu İsrail li Nəbiyyilləhi və Rasulih Muhammedin sallallahu aleyhi və səlləm. Bənu İsrail Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləmə dedi ki, Qulubuna muğattatun Bizim qəlblərimiz örtülüdür. Qəlblərimiz örtülüdür. Yəni, sanki onlar deyirdilər ki, bizim qəlblərimizdə elm, yəni Tövrat haqqında olan elmlə qəlbimiz doludur, bağlıdır. Yəni, sənin danışdığın kəlama yer yoxdur, ey Muhammed sallallahu aleyhi ve sellem. Halbuki onların qəlbləri küfür, inatkarlıq, təkəbbürlüklə dolu idi. Lə yənfudu ileyhə qavluk Və deyirlər ki, sənin sözün bizim qəlbimizə keçmir. Və leysəl əmru kəmə iddəav Halbuki iş onların iddia etdiyi kimi deyil. Bəl qulubuhum məl'unə Əksinə onların qəlbləri lənətlənmişdir. Allah Teala küfürlərinə görə lənətləyib və Allahın rəhmətindən qovulublar. Mətbuun aleyhə və qəlblərinə mühür vurulub. Və hum matrudunə min rəhmətilləh bisəbi cuhudihim Onlar, yəni cuhud, inkar etmək, təkəbbürlüklə inkar etmələri səbəbilə Allahın rəhmətindən qovulublar. Fələ yu'minuna illə imanən qalilən lə yənfəuhum Və onlar çox az bir imanla iman edirlər, hansı ki bu iman da onlara fayda vermir. Və yaxud da ikinci mənası odur ki, onların içərisində, onların arasında Yahudilərdən
iman gətirənlər çox azdır. Abdullah ibn Sələm kimi radiyallahu anh, hansı ki səhabə idi, iman gətirən səhabə idi, yahudilərdən idi. Allah Teala bizi eşitib yaxşısına tabi olanlardan etsin və Allah sizə də bərəkət versin. Subhaneke Allahumma və bihamdik. Əşhədu ən la ilahe illə əntə əstəğfiruka və etûbü ileyk.